Sana mektup yazacağım. İstesen de, istemesen de, okusan da, okumasan da, nihayet ki yazacağım sana. Yazacağım. Aydan, gündən, havadan, sudan, qohumdan, qonşudan, əslində hər şeydən, bəxtimə düşən acı paydan yazacağım sənə. Deyirlər ki, köhnə dostlarımızdan birinin ad gününü qeyd etmişsiniz. Yeməmişsən, içməmişsən, deməmişsən, gülməmişsən. Baxışların zillənibmiş hey qapıya. Deyirlər ki, saçlarına dən düşübdür. Niyə görən həmişə gülən gözlərinə qəm düşübdür. Deyirlər ki, üzüyünü taxmamısan, telefonuna ondan gələn zənglərə də baxmamısan. Əslində çox şey deyirlər. Sevənləri ayırmazlar deyirdilər. Düz çıxmadı. Gör nə qədər qoşa gəzdik, adımıza nəcəb söz çıxmadı. Sizin sinif otağının pəncərəsi, pərdəsi də yadımdadır. Səni mənə qovuşduran zəng səsi də yadımdadır. Yarı yalan, yarı gerçək, ağlımız uşaq ağlıydı. Uşaqlar tək, duyğular da dəcəl idi. Nə gizlədim, birgə keçən günlərimiz gözəl idi. Sənlə keçən günlərimiz maraqlıydı. Sənə məktub yazacağım. Bir Allah, bir sən bilirsən, nələr, nələr yaşamışıq. Bəlkə də biz bir ömürlük xatirələr yaşamışıq. Nəhayət ki, bu məktubu yazacağım sənə. Oxusan da, lap küləyə sovursan da, bu məktubu yazacağım sənə. Yazacağım sənə. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Doğma kanalımızda yenə tam səmimi saat 12-dən 2-yə qədər canlı efirdə işinə, gücünə start verdi. Bizə uzaqdan, yaxından, uzaqdan baxan bütün tamaşaçılarımız hər birinizə 2 saat ərzində xoş istirahət arzulayırıq. Əslində istirahətiniz xoş olacaq, çünki bugün gözəl şeirlər dinləyəcəksiniz Lətifə Rəşiddən. Bugün gözəl ifalar eşidəcəksiniz Arif Səlimovdan. Bugün maraqlı olacaq söhbətimiz. Sadəcə olaraq düşünürəm 2 saatınızı keçirdim. Peşman olmayacaq. Benim sevduğum güzel, oy 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 oy, peştemalli pullidu. Benim sevduğum güzel.
Alişkaya, mənim ürəyimə bunu mənə hədiyyə göndərib, xoşum gəldi bu hədiyyədən. Ümumiyyətlə, hədiyyələri sevirəm, hədiyyə verməyi də sevirəm, hədiyyə almağı da sevirəm. Özüm, mənə olunan hədiyyələrin hamısını o qədər titizliklə qoruyub saxlayıram. Məsəl üçün falan verib. Bax, Allah rəhmət eləsin. Aslan Hüseynov bir dəfə mənə bir hədiyyə vermişdi. Onu gözümün qabağında saxlayıram. Hər yuxudan duranda onu xatırlayıram ki, bunu Aslan müəllim mənə veribdi. Harada köçürəm, harada gedirəm, orada özümlə o hədiyyəni aparım. Mənim üçün belə hədiyyələr var. Hədiyyənin o kiçikliyi, böyüklüyü məsələsi deyil. Hədiyyə insan üçün bambaşqa bir şeydir. Çox dəyərli. Sənə dəyər veriblər ki, bunu sənin üçün eləyiblər. Demək ki, əziz tamaşaçılarımız, xatırladıram ki, Milan VIP Hospitalın, Agromal Özbəkistan məhsullarının Doktor Seyfəddin Klinikasının sponsorluqları ilə Mirvari Xalı Xalça Yuma şirkətinin təşkilati dəstəyi ilə siz bizim proqramımızı canlı olaraq izləyirsiniz. Qonaqlarımı alacağım studiyamıza, qəşəng Şəfa xanım gözəl bir çay hazırlayıb, pül rəngi, kək otulu, bilir də bu qızını inəmək lazımdır, qonağa nə içizdirmək lazımdır, bilir bu işləri bilir. Birazdan sonra qonaqlarımı alıb, onların çaylarını süzüb, başlayacaq sözə, söhbətə. Amma ekrandan gördüyünüz kimi aşağıdakı nömrələrimizdən birbaşa bizimlə təmasa keçə bilərsiniz. Nömrələrimiz hal-hazırda aktivdir. TikTok, Instagram hesabımızdakı bəllidir də, Samir Bayramlı TV səhifəsinə daxil olun. Bugün də maraqlı paylaşımlarım olacaq. Belə, dəvət eləyim, gəlsin, birincilə xanımı dəvət eləyim. Lətifə xanım Rəşid, gözəl yazar, dostumuz, həm də çox gözəl qiraəti var Lətifə xanımın. Sabahınız xeyir olsun. Necəsiz Lətifə xanım? Qolunuzda nə olur? Yandırmışam. Vay, belə ciddi, hə, buyur. Bilmirdim bu qədər ciddidir. Lətifə xanım, elə bilirdim yüngülvari bir şeydir. Göz dəyib sizə valla. Necəsiz, nə var, nə yox? Sizi də gördük, lap yaxşı olduq, təşəkkür ederim. Yaxşı olun həmişə. Lətifə xanım, sizə göz dəyib, xəbəriniz olsun. Eləmi? Valla. Elə İnanırsınız ümumiyyətcən gözəl nəfsə? İnanıram. Mən də çox Bir ara inanmırdım, amma yaşlandıqca gördüm, deyilən hər bir şey düzdür. Adam daha çox uşaq olanda o şeylərə inanmır. İnanırsınız ki, əziz tamaşaçılar, məni nəfs o qədər tez tutur. Bir şey paylaşıram, qorxumdan da evimizdə çəkiliş eləmirəm. Bunu da bağlayıb bu kitabı qoymuşam qırağa. Yemək paylaşıram, ziyanlığını çəkirəm. Evdən çəkiliş paylaşıram, ziyanlığını çəkirəm. Heç yeməyin qablarını yumurlar, ha. Bir dənə bəd hadisə baş verir. Dəfələrlə bu şeyə şahidlik olmuşam. Yəni, inanmaq lazımdır. Valla, inanmaq lazımdır. Mən inanıram. Lətifə xanım, siz də inanırsınız da. Mən inanıram, bəli. Həqiqətən inanıram. Fərqli fikirlərdə insanlar var, deyir ki, o fərziyyədir. Amma yaşadıqlarımızı görə, yəni... Baxırıq ki, bu real bir şeylərdir. Fərziyyə real bir şeydir, fərziyyə deyil. Yəni, başımıza gəlir hər birimiz. Bəli, mütləq. Adamın qabağına o çıxan adamdan da çox şey asılır. Bir də görsən, kimsə sənin... Biz toyda bayramda da kimsə bir şirinlik eləyir, sənə götürür, nəmər verir. Baxırsan ki, bunun ardı gəlir. Bir də baxırsan, el adam verir, qara köpüyün yiyəsi olmursan. Əldən də çox şey asılıdır. Bu əldən demirəm, ümumiyyətlə əldən. Arif Səlimov da buradadır. Nə gözəl. Bizim ifaçımız, bilirsiniz də Şəfiqə Axundovanın yadigarıdır. Onun əlindən su içib, onun əlindən yemək yiyən Şəfiqə yadigarıdır. Arif çox istedadlı oğlandır. Biraz qədri qiyməti bilinməyən insandır. Hamıya öz ürəyi kimi yanaşır, hamıya dəstək olur. Çox müğənnilərimiz onun mahnıları ilə parladılar, ulduz oldular. Amma Arif Arifdir. Arif həmişə o öz aktuallığında, öz yerindədir. İfası ilə gəlsin. Bura baxın. Tamam, ifası ilə gəlsin. Arif Səlimov, gəl. Eləmə naz mənə, naz etmək olmaz mənə. Götür nömrəmi ay qız,
eləmə naz mənə, naz etmək olmaz mənə. Götürün ömrəmi ay qız, vaxtın olsa yaz mənə. Yaz, yaz, yaz mənə, çalış eləmə naz mənə. Götürün ömrəmi ay qız, vaxtın olsa yaz mənə. Mən bir Allaha bəndəm, qaldım dumanda çəndə. Məcbur edirsən məni, qaçırdım səni kəndə. Canım sənin canındır, ürəyimin banındır. Onsuz da əvvəl axır, bir qız bir oğlanındır. Çalış eləmə naz mənə, naz etmək olmaz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Yaz, yaz, yaz mənə, çalış eləmə naz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Budur sözüm söhbətim, sənlə xoşdur niyyətim. Bəxtimə Allah yazıb səni ay məhəbbətim. Səni bu oğlan aparsın, düşmən ürəyini yarsın. Sən Allah məni üzmə, hədə canım qurtarsın. Çalış eləmə naz mənə, naz etmək olmaz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Yaz, yaz, yaz mənə, çalış eləmə naz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Səni bu oğlan aparsın, düşmən ürəyini yarsın. Sən Allah məni üzmə, hədə canım qurtarsın. Çalış eləmə naz mənə, naz etmək olmaz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Yaz, yaz, yaz mənə, çalış eləmə naz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Çalış eləmə naz mənə, naz etmək olmaz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Çalış eləmə naz mənə, naz etmək olmaz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Yaz, yaz, yaz mənə, çalış eləmə naz mənə. Götürün ömrəni ay qız, vaxtın olsa yaz mənə. Teşekkürler Arif, hoş geldin. Buyur gel eyleş əzizim. Nə gözəl pozitiv bir mahnı. Salamlayıram, ne güzel. Samir sən salamlayıram. Əziz, Teşekkür ederim əzizim. əziz Dünya TV-nin izləyiciləri, əziz Samirin izləyiciləri. Samirin deyəndə yəni doğrudan da bu verilişin. Həqiqətən deyirəm, uzun illərdir. 20 ildir. Uzun illərdir, yəni artıq 20 ildir. Və buradan sənə təşəkkürümü bildirirəm. Bugün həqiqətən də mənə gözəl sürpriz elədin. Ona görə ki, yanımda əyləşən insan çox dəyərli. Şairəlikdən də əlavə indi bu günlərim sanki bax bu ortamı Allah yaradıb, yəni bizim üçün. Həqiqətən də yəni bilirsən verilişlərdə bir dəqiqələri uzun olan verilişlər çox azdır. Mahnımızı oxuyuruq, şairlərin adını deyirik, bəstəkarın adını deyirik və tamamilə keçirik arxaya. Ona görə amma bugün ürək dolusu danışacağım. Lətifə xanım Rəşidlə yanaşı əyləşmişəm. Mən Lətifə xanımı qısaca deyim. Yəni sizin artıq maşallah olsun neçənci dəfədir. Mən gələndə dedim, bax mən söz dedim, gələndə dedim ki, doğrudan Lətifə xanım siz artıq neçənci dəfə burada olsun. Çünki Samir hər adamı bəyənmir, səmimi etiraf edir. Onu hədiyyə ilə, onu pulla, onu tapşırıqla, yəni almaq mümkün deyil. Onun qərb dünyasında bir başqa var. Həqiqətən də, çünki o mənim haqqımda görürsünüz nələr dedi.
İnanırsınız ki mən uzun illərdə əslində elə-belə insanları sevirəm. Nəyə lazımdır ki, hər dəqiqə səni tərifləsin? Mən deyirəm ki, əgər bir insan ki, hər dəqiqə durmadan məni tərif edəcəksə, o insan çox təhlükəlidir. Çox. Var olasın. Biz Lətifə xanımla deməli Xurşud Banu Natavan ədəb məclisi var idi. Biz Novruz bayramı çəkilişinə getmişdim. Deməli Rəna Mərzeli salamlayıram buna Rəna xanımda. Bax, orada nə qədər xanımlar var idi, şairələr, yazarlar. Məsələn, mən belə düşünürəm, istəsəm hər gün birini dəvət edərəm. Əlbəttə. O qədər xanımların içərisində bir tək elə bil ki, o elektriki, o belə Enerjini. Enerjini bir dənə Lətifə xanımdan aldım. Lətifə xanım hətta deyirəm ki, o edişdə mən sizin nömrənizi götürəcəm. Üzüm elə hamının içində. Biz mütləq bizim efirdə olun. Dedi, yoldaşımla danışım, görüm nə deyəcək, nə deyəcək. Yadımda da hamısı. Efirə gəlib gedəndən sonra nə deyir yoldaşım? Yox, razıdır. Yəni Deyir tez çıx. veriliş var verilişdə, yəni ki, həqiqətən baxır ki, əvvəla salamlayım tamaşaçıları da, sizləri də salamlayım öncə. Bəli. Həm öz adımdan, həm ruh dünyası adından hər birinizi salamlayıram. Qoy bütün ruhlar hər birimizə şəfayətçi olsun. Yəni, kim qəbul edir bunu, kim qəbul etmir, əsas odur ki, qəbul edənlər var. Onlardan biri də mənəm və o həyatı yaşayanın biri də mənəm. Biri də mənəm. Biri də sizsiniz. Biri də mənəm. Yəni, öz adımdan təsdiqləyərək, yəni, bilirəm ki, mən nə yaşayıram, ona görə əminəm. Siz sual verəndə, indi irəli dəqiqədə bu sualı unutma. De ki, bəs dediniz yoldaşınız, bəs soruşsun ki, bəs Rəşid sizə nə dedi? Çünki Lətifə Rəşid deyəndə... Əslində məlumatlıyam, amma yenə də o da İnşallah, olacaq. yəni doğrudan. Əziz tamaşaçılarımız efirimizdə hal-hazırda bilirsiniz nə baş verib? Reklamlar. Reklamlar izləyib, davam edəcəyik. Başladım bir anlıq. Davam edirik əziz tamaşaçılarımız. Reklamlarımız bitdi. Biz də fürsətdən istifadə elədik. TikTok üçün bir balaca bir videoblog sağ olsun Bahar xanım hazırladı. Sözünüz, sabınız varsa nömrələrimizi görürsünüz, yaza bilərsiniz. Lətifə xanım, kitablarla gəlmişsiniz. Baxım kitablara. Mən həmişə kitablarla gəlirəm. Kasıbın olanından. Suskun. Suskun könüllər. Bəli. Nəfis tərtibatdan. Bu belə nəfisdir bunun tərtibatı. Şəhidlərimiz üçün. Bəli, orada 51 şəhiddən bəhs edir. Bəs bu? Bu sonuncu kitabımdır, ikimizin imzası. Yəni, göründü. Bunu niyə o cür nəfis eləməmisən üz qabağın? Üz qabağın dedilər, bugünün tələbatı belə ciltdir ona görə. Bugünün tələbatı? Bəli. Yəni, haradasa məsləhət alıb sonra. Yəni, yüngül olsun, kimsə özündən götürə bilsin deyə. Amma məni Samir Lətifə xanım Rəşidlə oxuduğum nəğmələr Qardaşınız da, hə? Bəli, Allah, Bahar, bunu yaxından çək, Allah ruhunu şad Ölənəz eləsin. rəhmətlik, Allah hər dünyasını dəyişinə rəhmət eləsin. Allah rəhmət eləsin, Allah o Təşəkkür dünyasını edirəm. versin. Amma məni ilk dəfə Lətifə xanımın bir kitabı var idi, belə balaca bir kitab idi. Ruhun dönüşü. Ruhun dönüşü. Ona yazmışdım yəni o kitabdan. Maşallah olsun. Arif, bir nəğmən var Lətifə xanımla, yoxsa? Yox, biz 2 mahnı çalışmışıq. 2 mahnı bəstələmişəm. İndi onların ikisini də, mən sənin verişində oxumuşdum onu bir dəfə. Hə, qulaq mənə, özün üçün yazmışsan mahnıları. İkisini də mən oxumuşam. İndi isə Allah qoysa bu yaxınlarda buradan elə qoy deyək də onsuz da. Uzun zamandır, bilirsiniz ki, mənim bəstələrimi böyük sənətkarlarımız oxuyub. Bu yaxınlarda Respublikamızın xalq artisti Gülyaz xanım Məmmədova, buradan ona qucaq dolusu salamlarımızı göndərirəm. Gülyaz xanım, çox gözəl bir sözlərini, şən, elə bayaq sən mənə desən, həmişə şən az yazırsan, şən yazmışıq. Yəni, hər kəs doğrudan da elə bilir ki, Lətifə xanım, məni bəstəkar kimi, siz də şair kimi, şeirlərinizdə nədənsə lirik şairələri belə xatırlanır, lirik bəstəkar deyirlər. Amma yox, az olur, hərdən o nənə deməli, az olur, saz olur, yəni bir gözəl... Əməkdaşlığa başlamışsınız da, belə başa düşdüm artıq. Çox da... Aşıq Kəmalə də oxuyub Bəli, sizin Aşıq Kəmalə 3 mahnı oxuyubdu. İkisini Arif bəy, bir dənə inşallah Gülyaz xanım. İnşallah, inşallah. İnşallah, inşallah. Bilirsiniz, şairin, bəstəkarın,
yaradıcılığını ortaya çıxardan daşıyıcı qüvvələr ifaçılardır. Bəli. Şeir ifaçının dilindən daha gözəl səslənir. Onun təbliğatı da yazmaq, bax bugün o qədər yazar insanlarımız var. Təbliğatları yoxdur. Bəli. Yazırlar, yazdıqları qalır ortada. Efirlərə çıxma imkanları yoxdur. Elə bir özləri də təşəbbüs etmir. Bir də nə qədər insan özü təşəbbüs eləsə də Allah gərək adamın yolunu açar. Kiminsə qəlbinə o insan haqqında bir şey sapır. Mən sizə heç kim deməyib, Lətifə xanımı efirə çağır və ya çağırma. Mən özüm 10-15 dənə qadının içindən bir dənə sizin həm şeir deməyiniz, həm də şeirin özünün belə doluluğu, dolğunluğu çox xoşuma gəldi. Hətta orada da baxdım ki, xanımlarımızdan belə qısqanclıq eləyənlər oldu ki, niyə məsəl üçün bu? Görürsən, hərdən fikirləşirəm ki, məsələn, tək o xanımlardan söhbət getmir. Bax, o yazarlar var da, oğurluq-doğurluq yazırlar, onun şeirindən bir misra, bunun şeirindən bir cümlə. Məsələn, onlar özlərinə nə sual verirlər, Lətifə xanım? Bilirlər də bu məhsul özlərinin deyil. Yəni, nədir onların marağı, nədir onları vacib belə bu şeyə gətirən, çıxardan? Tanıdıqlarım şairələr, yəni gözəl şairələr var, siz dediyiniz kimi. Yetər ki, onu Allah da bir yol açsın ki, ortaya çıxara bilsin. Yəni, amma siz dediyiniz sualın cavabı həqiqətən, yəni mən ona cavab tapa bilmirəm. Niyə? İnsan öz yazdığından zövq ala bilər də, bu mənimdir, bu mənim məhsulumdur. Yəni, özgəsinin yazdığından, özgəsindən götürdüyündən düşünmürəm insan ləzzət ala bilər. Samir, bir dənə kəskin bir fikir demək istəyirəm, yaxşı mənada, sualıdan gələn fikrə gəlir. Deməli, soruşdu ki, Lətifə xanımla neçədən işbirliyin var? Baxın, 2 mahnı, üstəgəldə 1 mahnı olacaq inşallah. Sonra Kəmalə xanım da oxuyub görürsünüz. Mən sizə bir söz deyim də, mən çox insanlarla çalışıram. Mən son günlərdə nədən hirslənirəm? Bağışlayın məni, yəni. Pulları çox, başları boş şairələr də var. Pulları çox, başları boş. Bəli, başları boşdur. Yəni, yazar, qələm nədir bilmirlər, yəni. Mən bunu açıq söyləyirəm, heç kimdən də qorxmuram. Bunu sübut edə bilən insanam, yəni. Və, baxın, bu o demək deyil ki, məni tutaq ki, mən Azərbaycanda 20-dən çox xalq artisti, 30-dan çox əməkdar artist, inşallah dekabr ayında Rəşid Behbudov mahnı teatrında mənim rəhmətlik anamın və sənət müəllimim Şəfiqə xanımın ən böyük arzuları artıq 20 il olacaq ki, mən bəstəkarlıqdayım. Yəni, mənim hesabat gecəm olacaq. Mən onları damla qazanmışam. Mən sizə bir şey deyim, yəni, bu günlərin bədbəxtlik nədədir? Şairlər var ki, başqa şairlərin şeirləri, pul verib şeiri yazdırıb, kitab buraxdırırlar. Şairlər var ki, mən sizə açıq deyim, şairlər var ki, pulu çoxdur, pulundan basır, deyir, qoy mənə 10 dənə sənətkarlar oxusun. Bu hiss olunur onsuz da. Var pullarına görə oxunan şeir. Var sevgidən. Ruhuna, qəlbinə olan şeydir. İndi mən istəsəydim, 30 dənə Lətifə Rəşiddən yazardım. İnanın ki, bunu yazmaq istəsəm də yaza bilmərəm. Çünki buna icazə verilməlidir. Bir var ki, şair özü icazə verir. Bir də var onu yazdıran icazə verməlidir. Ona görə bu illər əldə, neçə ildir məni tanıyırsan, sakit, öz yaradıcılığımla məşğulam. Allaha qurban olum. Allah da mənə bir tərəfdən bir bəndələr nəysə etmək istəyəndə, Allahım elə gözəl Allahdır ki, mənə elə bir başqa qapıdan yol açır ki, heç ağlımın ucundan keçməz. Ona görə də heç vaxt tələsmirəm, heç bir zaman darıxmıram. Baxın, bugünkü gündə əyləşmişik. Nə gözəldir ki, siz mənim oxuyacağım, sözlərini yazdığım xanımla bərabər dəvət etmişsiniz. Çünki mən dəfələrlə gəlmişəm və mahnını oxuyanda bir dənə deyirik. Sözləri, məsəl üçün, Lətifə Rəşid. Bir də var canlı burada olsa. Əlbəttə. Lətifə xanım, bir şeir deyin, biz ardınca şifahi məlumata ayrılacağıq. Bir şeir deyin, sabah, mən də baxım görüm izləyicilər nə yazırlar. Qorxuram göylərdən, yoxdur qanadım. Ələdim dostları tək-tək sınadım. Hər kəsin içində səni aradım. Qalmışam yer ilə göy arasında. Bir məkan göstərin, sığınım ora. Seçdiyim qumaşdı, aldığım xara. Kəsilib nəfəsim, düşmüşəm dara.
qalmışam yer ilə göy arasında. Yerəmi qaydım, göyə bilmirəm. Sənsizəm, ürəkdən gülə bilmirəm. Ölümü seçsəm də ölə bilmirəm. Qalmışam yer ilə göy arasında. Rəşidim, dünyamdan niyə doymuşam? Ocağım istisə, niyə soymuşam? Nə vaxt ki özümü xoşbəxt saymışam, qalmışam yer ilə göy arasında. Bu yerdə, bu göydə özü bəzəkdir. Taleyi kəm yazan çərxi fələkdir. Ruh məni tərk edir, can nə gərəkdir. Qalmışam yer ilə göy arasında. Lətfəm, bir ara araşdır məni. Tək gəzən ruhuna yaraşdır məni. Dünyamdan küsmüşəm, barışdır məni. Qalmışam yer ilə göy arasında. Qalmışam yer ilə göy arasında. Güzel, maşallah olsun. Maşallah. Sponsorlarımızla bağlı məlumatı təqdim edək, davam edəcəyik. Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Agromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Agromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41A-da, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Milan VIP Hospitaldan danışmaq istəyirəm. Sizə Milan VIP Hospital bilirsiniz ki, digər klinikalardan nə ilə fərqlənir? Əlbəttə ki, robot test müayinəsi. Dırnaqdan saça qədər robot test müayinəsindən keçməklə xəstəlikləriniz haqqında məlumatlana bilərsiniz. Bundan əlavə Milan VIP Hospitalında cərrahi əməliyyatlar da həyata keçirilir. İstər sığorta ilə, istərsə də belə siz Milan VIP Hospitalına gəlməklə müayinə və müalicələrinizi normal şəkildə həyata keçirdib sağlığınıza qovuşa bilərsiniz. Bölgələrimizdən gələn pasientlərin diqqətinə çatdırmaq istəyirəm ki, bizim stasionar şöbəmiz də fəaliyyətdədir ki, rahat bir şəkildə qidalanmanız təmin olunmaqla klinikamızda yatış edib tam şəkildə sağlığınızı bərpa eləyə bilərsiniz. Təşəkkürlər Milan VIP Hospitalına. Davam edirik, əziz tamaşaçılarımız. Çox qısa bir sponsorlarımızdan bağlı məlumatımızı da sizə çatdırdıq və yenə bir şey deyim sizə. Bu Mirvari Xalq Xalça Yuyma şirkətində əziz xanımlarımız xalçaların birini 2 manata yuyurlar. Bu bir payız-qış kampaniyasıdır. Heç yerdə bu qiymət, bu xidmət yoxdur. Xalçaların bir ədədi 2 manata yuyulur. Nömrəni görürsünüz, əlaqə saxlayın, 3 gün ərzində xalçalarınız sizə tərtəmiz şəkildə təhvil verilir. Deməli, bizim bir izləyicimiz Qiyas bəy, mən buradan salamlayıram, Cəllabadlı balasıdır, salamlayır deməli. Lətvə xanım sizə salamlayır, Arif səni də salamlayır. Mən də buradan Qiyası, Cəllabadlı balasını, dostumuzu, qardaşımızı xüsusi salamlayıram. Bugün Elvinin bizim deməli montajçımız, həm də xəbər spikerimiz, deməli Elvinin də doğum günüdür. 31 yaşı tamam olur.
təbrik edirəm. Can sağlığı arzulayıram Elvinə. Bizə təbrik. İşlərində də, şəxsi həyatında da nə axsaqlıqlar var, hamısı qalsın Geridə. köhnə yaşında. Təzə yaşına hər şey təptədə başlasın. Təbrik edirəm Elvin. Arif, kimlər oxuyub səndən? Nasper xanım oxuyub, Gülyana Kimlər Gülya. oxumayıb deyə. İnşallah olsun. Respublikamızın xalq artisti Flora xanım Kərimova, Gülyas xanım Gülyana xanım Məmmədovalar, çox dəyərli sənətkarımız Nasper xanım Dostaliyeva, Samir Cəfərov xalq artistimiz, Bahar Lətif qızı, nə bilim adların birini desəm birini bilmərəm, Nadir Qafarzadə, Xatirə xanım, Damla xanım, bilirsiniz elə ikilərdən. Çox yəni nə bilim, kimlərsə yadımdan çıxar, Zahidə xanım Günəş, sənin verişində dəfələrlə oxuyub. Bəli, bəli. Hansı sən mahnının orada? Sevərsənmi, Murad Sadıq, nə bilim, çox insanlar yəni, belə deyim, kimlər yadımda. Yaradıcılıq gecəsi Allah qoysa haçandır, dekabr. Yaradıcılıq gecəsi inşallah bu doğum günümü həm anamın Səhnədə keçirdəcəksən. həm anamın ruhuna ithaf edəcəm. Çünki bilirsiniz, mən neçə ildir düşünürəm ki, nədən indi buradan çox ətraf bir demək istəmirəm. Ruh dünyasında olan adamlar bilirlər. Nəsə gecikirsə deməli onun istəyi ilə, o elə lazımdır. Ya çünki elə bir o puzzle-ın biri yerində olmalıdır. Baxın, məsəl üçün keçən il yox, ondan əvvəl oxusaydım, bəlkə heç olmayacaqdı mənim sənə sayacağım bu sənətkarlar. Deməli mən çalışmalıyam. Mən tələsməməliyəm. Deməyə sözüm olmalıdır. Baxın, bugün burada mən heç kimi ittiham eləmirəm. 3-5 dənə mahnı yazıblar. 5-6 dənə də məsəl üçün eləyiblər, kitabları çıxıb və yaxud da bəstəkar olublar. Ona görə mən hər kəsə sos xəbərdarlıq kimi çıxmasın. Bilirsiniz, çağırarlar belə səni kimi özdə sözü deyə bilən verilişə. Çağırarlar, deyərlər bir dənə məsələn bu şeirindən danış. Və yaxud da belə bir sual verərsən ki, hə, bu musiqindən danış. İndi bu nə deyəcək? Deyəcək məni məsəl üçün də filan kəs nə bilim nə, mən demirəm. Amma hər bir bəstəkar şərəf duymalıdır ki, mənim mahnılarımı filan kəs oxuyur. Arif, hər bir şair də sevinməlidir ki, nə gözəl mənim mahnımı oxudum. İndikilər, məsələn, yenə deyirəm, pulları var deyə elə başa düşürlər ki, hər şey budur. Əzizim, hər şey o ola bilməyəcək, yəni. Bunu biləsiniz çünki, yaradan bizə elə yaradıb ki, biz hamımız Allahın bir parçasıyıq, zərrəsiyik. Bəs yaxşı, Arif, sənin ustadın, müəllimən, Şəfiqə Axundovanın sənin haqqında fikirləri, yəni lent yazıları var. Əlbəttə ki, mən bu yaxında bir neçə kanallarda oldum. Çox sağ olsunlarımı bildirirəm. Heç mənim gözləmədiyim anda. Sən bilirsən, məsəl üçün, mən istəsəydim nələr var. İnanın ki, Lətifə xanım, Samir heç bilməyib ki, bir neçə illər əvvəl olub, bilməyib ki, onun verilişində oxunan mahnılar mənimdir. Mən heç vaxt özümü önə verəndə olmamışam, amma baxıram ki, çox səhv eləmişəm. Gərək, əgər mənim sənətim varsa, əgər mənim sənətkarlar oxuyubsa, mən özümü göstərməyim. Son günlər çox çıxırsan efirlərə. Zəxam, təbliğat lazımdır da. Məncə bəli, lazımdır. Təbii ki, indi düşünün ki, mən oturub evdə yazıram, sakit. Və onu heç kim dinləmir, heç kim qulaq Və onu asmır. heç kim dinləmir, amma yazan adam da istəyir onun şeirin dinləsinlər. Bax, indi oxucun kimdir, Yəni, bu ilk oxucun? təbiidir. İlk oxucum bacılarımdır, yoldaşımdır, yəni evdə deyək də. Evdə daha çox hiss edirsən də sən ruh adamsan. Biləsən ki, bunun şeiriyyatdan doğrudan zövq alır və yaxud bu elə mənəm deyə mənim xatirimə dinləyir, məni qulaq asır mənə. Mən onu... Daha çox kimdir bax o belə sizə pərəstiş eləyən, daha yeni şeylər... Sənət aləmindən? Yox, elə doğmalarından deyirəm. Yəni, vurğuladığım kimi, yaxın rəfiqəm var ki, heç vaxt o mənim səhvimi belə necə lazımdır üzümə deyər ki, burada səhv dedi, bu cümlə səhv getdi. Bəlkə bunu bir düşünəsən. Yəni, o gözəl tənqid var, əslində o yaradıcı insanı daha da məsuliyyətli eləyir. Yəni, nə gözəl ki, tək tərif yox. Tənqidə də açıq insansan. Bəli, bəli. Yəni, onu vurğulamalıdırlar ki, insan bir çevrilib baxsın. Bəlkə bir fikirli vaxt yazmışam mən onu. Doğrudan da, yəni,
həm də ki, hər sözün açıqlaması Hələ o çox... gözəl oxucum var, Rəşidə bənzəyir. Adı nədir onun? Bizim Qızı dostumuzun. Xəyaləni deyirsiniz. Yo, bəy. Deyirəm, Cümşüdü deyirsiniz. Cümşüd, Qardaşımdır, qardaşım. Buradan salam deyirəm. Sağ olun, Mənim Allah ruhumda elə bilirəm ən gözəl oxuculardan biri də Oxşuyur həm də. Cümşüddür. Həyat yoldaşıdır Samir. Həyat yoldaşı ən gözəl oxucusudur. Tamam, təqdim edəcək. Rəhmətli ilə oxşarlığın da var, ha, çox. Varmı? Mən şəkildə çox oxşatdım. Oxşadan olmayıb sizi? Çox az oxşadılar. Böyük, həm də bir 14 il yaş fərqimiz var. Deyim ki, mən Rəşid böyüyümüzdür. Mən amma qızların kiçiyəm, məndən kiçik qardaşımdır. Qismət. Lətifə xanım bu arada əslən Laçın rayonundandır. Laçın hansı kəndi? Hacılar kəndindən. Laçının Hacılar Hacılar kəndi. kəndindən, bəli. Nə kəndi? Hacılar? Hacılar. Hacılar. Bəli. Dağ kəndi olar, hə? Lətifə Bəli, xanım? dağ kəndidir. Nədənsə o dağlar, meşələr, Gedəcək də inşallah ora. İnşallah, niyə təbiəti olan bölgələriniz var. Samir bir verilişdə elə Laçının İnşallah Hacılar kəndində yaradıcı olar. insanlarımız daha çox o bölgələrimizdən çıxırlar. Elə bir onların ruh dünyası tamam belə bir fərqlidir. İlham pərləri bilsən o insanlara daha çox gəlir. Bilmirəm, yanlış düşünürəm, yoxsa düz düşünürəm, amma belədir. Lətifə xanım, sizin bir şeydə eşidək, sonra Arifdən ifamız olacaq. Amma sevgi şeirlər deyim. Bugün çoxluca sevgi şeirlər Sevgi istəyirəm. şeiri. Tamaşaçılarımıza təqdim edək. Bugün qışdır, sabah bahar olacaq. Bugün qışdır, sabah bahar olacaq. Varlığına bükəcəksən sən məni. Çeşmə kimi axacağam sinəndən, qurtum içəcəksən sən məni. Baxacağıq bəsirətin gözünə, dönəcəyik bir ilahi düzümə. Yavaş-yavaş yönələsən közümə, addım-addım keçəcəksən sən məni. Bulaq kimi daşacaqsan gözümdən, közüm közərəsən közümdən. Sənə libas biçəcəyəm özündən, vücuduna tikəcəksən sən məni. Hər kəs Rəşid kəlməsini duyacaq, kimi qanıb, kimi babal yuyacaq. Lətifə də ruhun səsin yayacaq. Sevəcəksən sən məni. Sevəcəksən sən məni. Teşekkürler Lətifə xanım. Mən Lətifə xanım, təşəkkür ederim. ki Arifdən də bir nəğmə təqdim edək. Orxan, nə deyirdin əzizim? Hə, Arif buyur əzizim, sənə də bir ifa təqdim edək. Bilmirəm anamsan, yoxsa ki balam. Zülmünə tabım yox, çatışmır hava. Səbr eylə el çatmaz, alınmaz qalam. Ay mənim fədakar, mətin ürəyim. Qəhrimi çəkməkdən yoruldun sən. Sükutun səsindən boğuldun sən. Bir dağsan dağlardan doğuldun sən. Ay mənim fədakar mətin ürəyim. Bəs sənin qəhrini görən kim çəkir? Dərdini yazmağa yetməz min sətir. Günlərin çoxunlu vuranlı keçir. Ay mənim fədakar mətin ürəyim. Bəs sənin qəbrini görən kim çəkir? Dərdini yazmağa yetməz min sətir. Günlərin çoxunlu vuranlı keçir. Ay mənim fədakar
ürəyim, ürəyim, ürəyim. Ay mənim fədakar mətin ürəyim. Mən belə dözməzdim sənin yerində. Alırsan sönürsən külün yerində. Kim səni qurtara görün birində. Ay mənim fədakar mətin ürəyim. Bəs sənin dəhrini görən kim çəkir? Dərdini yazmağa yetməz min sətir. Günlərin çoxunlu vuranlı keçir. Ay mənim fədakar mətin ürəyim. Bəs sənin qədrini görən kim çəkir? Dərdini yazmağa yetməz min sətir. Günlərin çoxunlu oranlı keçir. Ay mənim fədakar mətin ürəyim. Ürəyim, ürəyim, Bilmirəm, ürəyim. bilmirəm anamsan, yoxsa ki balam. Zülmünə tabım yox, çatışmır havam. Səbr elə, səbr elə, əl çatmaz, alınmaz qalam. Ay mənim fədakar mətin ürəyim. Var olasın. Bax bu gözəl Təşəkkür sözlər. edirəm Arif bəy. Çox sağ olun. Bu oxumusunuz, gözəl həqiqətən. sözlər Samir, bu Məmlətli xanımın ikinci yazdığı mahnıdır. Son illərdədir. Hə? Çox gözəl bu Orxan deyir ki, sözlər. ağlatdın bizi. Ay, Çox bəyəndim. Mən ağlatmadım. Bax. İnanın ki, bu sözləri mən eşidəndə o qədər ona biganə qala bilmədim və o qədər nəğmələrin arasından açıq söyləyim, tam bir başqa mahnını seçmişdim. Bəli. Bir də girdim Lətifə xanım mənə telefon açdı ki, Arif, bax mən bilirsən də necəyəm də, bəstəkar kimi kitabı Allah müəllimə. Bax deyirəm, hansı şeir çıxacaq? Hər günün öz şeiri olmalıdır. Açıram belə Samir, baxıram, məsələn də görürəm bu şeir. Başlayıram onu, o məni tutmasa onu yazam. Sadəcə seçəcəyi şeir mənim ürəyimcə olmadı. Tamamilə. Hansı seçmişdi? Və məhz Lətifə xanım deyir ki, bəlkə bunu nə xoşda ki, Bəli. mən yanıldım, siz seçdiniz. Qəşəng oxumuşsan Arif. Bəli, qəşəng Hə. oldu. Ay mənim Həqiqətən. fədakar mətin ürəyim. Sən inanırsan ki, onu səndən başqa Sən elə demə. Heç kim oxuya Bəlkə bilməz. deyim. oxuya bilməz, yox, səsinin elə bir ki, həm ürəyini qoymursan, həm də Bəli. səsinin Bəli. rəngin, Bəli, sənin bəli. fərqli səsin. Heç Amma kimin bu səsinə mahnını oxşamıyor. inanın ki, məndən istəyiblər. Bir gözəl sənətkarımız. Demişəm ki, hələ dəyini qoy, Bilməm, Lətifə xanıma Kim deyim. istəyirsən Allah? Ya indi istəməm açıq. Dünəndə də Mənim canımdır, ona demişəm, söz vermişəm ki, qurban da oxusun Bahar Lətif qızı. Aynen. Buradan ona salam deyirəm. Əgər sizin Dedi ki, çox gözəl Razılığınız oxumusan. varsa. Hə, dedim ki, nə olar, gəl, mən çünki yox. Bu yaxında bir nəğmədə də oldu, belə buradan salamlayıram, Sahilə xanım Pənahı. Onun da sözlərinə yazdım. Mahnı müğənnilərimiz istədilər, dəng elədim, dedim ki, şairədən istəməzsiniz. Hətta pul verirdilər. Dedim, yox, şairə özü icazə verməlidir. Əslində bilirsiniz. Doğrudan elədi, yəni ondan Üzr istəyirəm, o Arif bəy. özü qərar verməlidir. Arif bəy, üzr istəyirəm. Mənim xoşbəxtliyim nədədir? Yəni Allaha min şükürlər olsun. Bu nemət mənə gec gəlsə də gözəl insanlar qarşıma çıxıb ki, imanı, vicdanı, dini özündə olan insanlardır. Baxın, Arif bəy özü kitabı görmüşdü. Həqiqətən təşəkkür edirəm Allahıma da, sizə də. Yəni kitabı gördü, şeirimi gördü, bəyəndi. Yəni siz dediyiniz kimi bir var pulun xatirinə çıxasan. Təbii ki, hörmət insanı, əgər sənə bir insanın hörməti dəyirsə, insan olaraq səni Birinci də ona növbədə hörmətin ürək dəyməlidir. məsələsidir, Bəli. qəlb məsələsidir. Ay insanlar, bilin, hər şey, heç Bəli. Ona görə pul də lazımdır, amma o indi işin içində başqa məsələ. Amma biri də var ki, sən ruhən bunu istəyirsən. Bəli. Sırf bunu sən pula görə, mən bunun mahnısını oxuyum, mən bunun şeirini deyim, o olmur, o
Bayaq Vallahi bax, mənə- nə qəşəng dedin. Mənə- Dedim, Lətifə xanımı tədbirdə görəndə bayaq nə qəşəng, hətta dedim paxıllananlar oldu. Mən deyirəm ki, nə xoş elə anlarda. Niyə? Samir, ona görə ki, o insan ki, sən ürəkdən seçdiyin adama deyirsə ki, mane olmaq istəyirsə o düşüncəyə, mən elə adamları görəndə əl çalıb sevinirəm. Niyə? Deyirəm, özünü mənə ilə tanış elədi. Mən heç bilmirdim ki, bunun qəlbində faxırlıq varmış. Hə, bəli. Bu da gözəl söz. Arif, mən bax, Lətifə xanım, nə qədər yazarlarımız var, məmurlarımızdan da var içində. Belə də, bax mənə, Arif başladı mahnı oxumağa. Valla belə pis olmasın, hamımızın dolanışığımız sənətimizdəndir də. Məsəl üçün, ödəniş də eləyirlər şeirlərin demək üçün, adlarını çəkmirəm. Məsəl üçün, maliyyələşdirirlərdi ki, Samir, bax, mənim bu şeirimi denəm, bunu denəm, bunu denəm. İnanırsınız ki, deyirəm, hərdən deyirəm ki, ay Allah, nə olar? İndi mənə Allah cibirini doğru eləsin, Ruzini doğru eləsin. Mənə 5 Məndən uzaq eləsin. Yox, Ruzi verir də, sağ olsun. Nə olar, bir dənə qəşəng şeiri çıxsın da bunun. Mən onu deyim. Gedirəm studiyaya. İnanırsan, zapisdə səs rejissorda mənə dedi, nəsə bunu o biri şeylər kimi demirsən. Deyirəm, valla bu kommerski şeydir. Sən mənim demək istədim, deyə bilmədiklərimi deyirsən, nə deyirəm, nə olar? Bir dənə qəşəng şeiri olsun da, bir dənəsi var idi, adını çəkmirəm. O şeir yenə də onun 4 dənə kitabın içindən bir dənə şeir tapmışdıq. Onu da verdim, biraz redaktör etdim. Ad çəkmədi, ay. Verdim Pərvanə xanıma, Zəngəzurluya. Onu da biraz başın ayağını düzəltdi. Ondan sonra şeirin dedim. Ay, Samir, sən Olmur, yəni hər... Olmur da, vallahi zorla məhəbbət olmaz. Sən gətirin Taliyə harda qaldı? Bax, onu mən deməli gözümün qabağına qoymuşam. Hə, oradadır. Hə, gözümün qabağına qoymuşam. İnşallah. Orxan, hərdən baxıram buna. Orxan, birinci tarlan olan fon musiqisini ver, bu şeiri deyim gönüm. Çox bəyənirdi bu şeir, deyim ki, sən gətir şeiri. İnşallah mən bunu lentə aldıracam bu şeiri. İndi sadəcə belə deyək də. Deyir, istər apar gözlərimi gözümdə, istər məni məşərə çək dözümdə, istər ölüm mələyinin özündə, gətirirsən, sən gətir. Sən öyrətdin sətir-sətir yazmağı, yuxuları mövlanına tək, yuxuları mövlanə tək yozmağı, səninlə bircə ömür azmağı gətirirsən, sən gətir. Pozulmasın sevənlərin düzəni, haray salsın şeirləri, qəzəli, özümdən də gizləyirəm, özümdən də gizlədiyim özəli, gətirirsən, sən gətir. Kimlərəsə əsir düşən vaxtıma, ulduzlara keşik çəkən taxtıma, yolda, izdə itib batan vaxtımı gətirirsən, sən gətir. Lətifənin gec açılan damını, camalının surətini, canını, yaşayıb da görmədiyi anını gətirirsən, sən gətir. Lətifə Rəşid, bax budur. Qismətdə bu da varmış. Qismətdə bu da varmış. İnşallah əziz tamaşaçılarımız, mən hər il sağ olsun dostlarımız, hansı dostumuza demişəmsə, onlar əl tutublar, kömək ediblər. Arif, indiyənə qədər
bir 15'ə yaxın deməli klip çəkdirmişik. Düzdür, müəlliflərdən də kömək eləyənlər olub, nə yalan deyim. Yəni şeirlər gözəl olub. Mən də biraz pul qoymuşam, o da biraz pul qoyub. İnansız tamaşaçılara mən hər şeyi düzün danışan adamam. Eləsin olub, məsəl üçün bir şeirim vardı, eynək şeiri, bir xanım var idi. Adını çəkmirəm, təşəkkür edirəm. Məni yığdı bölgələrimizin birindən ki, Samir bəy, mən ölürəm o şeiriniz üçün. Onu niyə hər gün, ona niyə klip çəkdim? Dəstək lazımdır. Dedim ki, valla biraz maddi durumum o deyil o zamanlar. Dedi, onun klipini mən çəkdirirəm. Bütün maliyyə işlərini o həll elədi. Mənim də taleyimdə olub belə möcüzələr. Bir-iki şeirimizi bax elə demək olar ki, heç tanımadığım, bilmədiyim, amma sonradan mənim üçün əziz olan insanlar eləyiblər. Məsələn, Nazilə xanım Səfərli bir şeirin ona deyin gəlməsin. Biz Qubada çəkdik, Nazilə xanımız sağ olsun. Çox güzel. Heç mənim xəbərim olmadan Nazilə xanım elə şeylər eləmişdi ki, həqiqətən mən gecə evimdə yatmışam, bir də mənə dedilər ki, Nazilə xanım buradadır. O qədər qoçaq, işin bilən adam başqadır. O, mənim mahnım var idi, möcüzə qadın. Onu deyim Samir. Deyir, yaxşılığı itirmək olmaz. O da Naziləndir. Yox, mən Nazilə xanımın bir dəniz şeiri var. Uzun illər əvvəl çox səmimi, çox sadə, gözəl qadındır. Yəni, dəniz şeirini yazmışdım. O möcüzə qadını eşitmişdi, oğlu deyir, özü danışdı verilişdə. Veriliş aparırdı. Məni dəvət elədi kanalların birində o illərdə. Yəni, demək istəyirəm ki, zər qədrini zərgər birər anlamı elə belə deyilməyib, yəni. Bu arada sənə burada sonsuz salamlar, gözəl sənət dostumuz Ramil Sədalı səni salamlayır. Mən də salamlayıram Ramil. Tünzalə xanım Paşayeva, Lətifə xanım Rəşidin ən sevən oxucuların sırasındadır. Yəni, mənim bir nömrəli fanatımdır. Amma onu da sevir. Səni salamlayırlar. Sənə uzun ömür, can sağlığı arzulayırlar. Təşəkkür, bizə salamlayırıq. Nə gözəl olur. Bax, Lətifə xanım, fikir verirsiniz. Bax, adın çəkməyəkdə, bax, şairəni görürsünüz. Bəli. Gecə və gündüz istəyir gəlsin efirə. Şeirləri mənə dəymir deyə, mənə tutmur deyə. Bilirsiniz, yalandan burada əl çalım, yalandan burada gülüm, yalandan deyim, ayda nə gözəl yazmışsan. Mən məsəl üçün ruhumu oxşamır. O qədər bax şeirlərimizin içində Arif deyir ki, mənə bax Arifə o tutub. Bəli. Mən də bu şeir tutub. Hədə mən neyim? Məni o tutub da. Göz qabağında ayırmışam, qoymuşam gözümün qabağındadır şeir. Hərdən bax, çünki şeiri əzbərləyəndə mən özüm bilirsiniz, aktyor olduğum üçün insan nəyisə əzbərləyəndə heç vaxt onun yadında qalmır. Ona görə tamaşalarda biz aylarla məşq edirik, 4 ay, 5 ay, 1 ilə yaxın. Onu ta mənimsəyənə qədər, ta onu özününkiləşdirənə qədər, ta onu, mən o şeiri özümünki eləyəndə artıq siz də mənim yadımdan çıxacaqsınız. Elə biləcəm ki, artıq onu mən özüm yazmışam. Qoy geciksin. Çünki içimdən gəldiyi qədər. Yoxsa mən buradan şeiri götürüm, gedim bu dəqiqə nə var studiyada. Yox, qoy geciksin. Getdim onu yazdım. Ürəyindən gəlməyəcəksən. İnan ki, Samir, mən həm bir ki, sən yazmıram, yaratmıram. Amma mənə deyir ki, ay balam, işimiz budur da bizim yəni. Deyirəm, yox, qoy geciksin. Amma nə olur olsun, bunun sabahı var, yəni izləyici sənin professionallığını, peşəkarlığını görməlidir. Nəticədə biz izləyiciyə xidmət edirik. Bax, mən o eynək şeirimi otururdum bir yerdə, ay baş o dönüm, bir də gördüm, nə bilim, Naxçıvandan zəng gəlib. Salam mələkəm, salam mələkəm. Zəhmət olmasa bir tədbirdə gəlin o şeiri deyir. Dilim var da, YouTube-da qoyun qoyasın, deyir, yox. Özümüzü istəyir. Uşaqlarımız Allah şahidir, Yaqubun köhnələrdən. Niyə elə mənim özüm, sən onu tez bazar hamısını yığdım, sevgidən bir disk elədim, gəldim, xəbər olmadı. Qulaq asın mənə, bax, mən sən orada demişdim mənə disk elə. Görürsünüz, MP3-lərə salmışdım. O zamanın tələbi o idi da, YouTube yox idi, nə bilim, Instagram, TikTok yox idi. Amma sağ ol, balaca bir addım atmışsan mənim hələ də xatirimdədir, yadımdadır. Mən Arifi həmişə çox istəmişəm. Canım, çox sağ ol, Allah həmişə çox istəmişəm. Arifin, bax, mən bir qıraqdan... Təmənnasız olaraq, mən açıq söyləyim, mən hər zaman, ümumiyyətlə, Dünya Televiziyası, siz təmənnasız sözü müsbət deyilməlidir. Elə insan var ki, ödəmiş olmalıdır. Arifin bir dənə minusu var. Mən onu da tamaşaçıların buyur, gözü qabağında deyim. O da nədir? Özünə dəyər verməmək. Fədakar, indi o deyiləm, Bəs sən eşitmədin,
Ay mənim fədakar Mətin Ya Ürəyim. o sən valla sən heç Mən vaxt dəyişə indi- bilməzsən. yox, mən Heç indi- vaxt o sən artıq xarakterin. Yerləri qarışdırmayacağam sadəcə. Ünvanları düz bilib savab edəcəm. Mən açıq etiraf edirəm. Bax, özüm üçün gecikən şeylərin günahkarı da özüməm. Mənə xoş gələcək. Məni zirvələrə qaldıracaq bu arzular, bu nəğmələr. Kimlərsə bundan istifadə eləyib, Ona zirvələrə görə də artıq qalxıb. yəni dəyişmək yaxşı Bunu elə bil ki, mənadadır. qoyub. Amma istedad elə bir şeydir ki, əzizlərim, sən bugün pul hesabına bəli. çox şeylər eləyə bilərsən. Bəli. Mənim elə bu sözüm ünvanlıdır. Bax, pul hesabına bugün müəyyən şeylər eləyə bilərsən. Biz amma istedadımız hesabına eləyirik bu şeyləri. Sən pul hesabına, amma biz istedadımızın hesabına eləyirik bunu. Çünki biz bu işin adamlarıyıq. Bu peşənin adamlarıyıq. O insanlar bir geci bir tezi var. Bax, sürətlə gəldikləri yol var ha. O yolun elə bir yerində dayanırlar ki, nə arxaya çönə bilmirlər, nə qabağa çönə bilmirlər. O maşın gedərsən, yanacağın qutarar, benzinin qutarar, qalarsan çölün düzündə. Bax, bunu da mən sizə Samir olaraq deyirəm. İstedadın olmalıdır, yaradıcılığın olmalıdır. Yoxsa var bu dəqiqədə, oraların açırlar, buraların açırlar. Nə bilim, indi qıraqdan kimlərsə onlara pul xərcləyir, maliyyə tökür. Amma ortada heç vaxt heç nə olmayacaq. Nə tanınmayacaqlar. Yox, tanınacaqlar, tarixdə qalmayacaq. Yox, heç çox tanınmırlar. Mən həmişə deyirəm ki, Allah mənim yazdığımı, mənim yox, Şəfiqə xanımın sözüdür. Deyir ki, çalışın, tarixdə qalın. Tarixdə qalın. Yəni, bu nə demək ki, necə qalaq? Tarixdə qalmaq üçün yalnız başını salıb işini görməlisən. Qızıl hər yerdə satılır, Samir. Qızıl hər yerdə satılır. Amma brilliant hər yerdə satılmır və onu hər adam da ala bilmir. Yəni ki, geci tezi var da, səni bir gün görəcəklər. Sənin o ləl cəvahiratlar içində ən baş brilliantsansa və yaxud da yəni nəyin ən yüksəlisənsə, səni geci tezi kimsə görəcək. Mümkün deyil ki, sonluğu zəhmətlə, sevgi ilə yaradan adamların sonu heç vaxt boşuna ola bilməz. Mən onu arzulayıram. Sözünüzün qüvvəti bir şeir var. 24-cü ildə yazmışsınız bu şeiri, hə? Rəşiddən bir bənd, bəlkə də yarım bənd yadımdadır. Deyir ki, bu dünya ötəri dayanacaqdır, ruhlar da tarixə yazılacaqdır. Lətifə Rəşidlə tanınacaqdır. Yəni, belə bir şeir idi, Qədir gecəsində gələn bir şeir idi. Bu arada, hörmətli tamaşaçılarımız, Lətifə xanıma şeirlər ruhən gəlir. Deməli, bilməyənlər bilsinlər. Allah bütün dünyadan köçən doğmalarımıza, əzizlərimizə rəhmət eləsin. Lətifə xanımın qardaşı dünyadan köçüb. Amma 18 il sonra mənə gəlib o. 18 il sonra Martın 8-i dünyasını dəyişib. Martın 8-i də mən onu hiss etmişim. 18 ildən sonra. 18 ildən sonra onun ruhu elə bir gəlib Lətifə xanımın içinə dolub. O şeirləri buna diktə edir, bu da yazır. İndi baxın, görün nə deyir. Bu dünya ötəri dayanacaqdır, ruhlar da tarixə yazılacaqdır. Lətifə Rəşidlə tanınacaqdır. Qananlar qanmaza ərz eləsinlər. Belə bir şeirdir. Baxın, yuxularımıza da gəlir onda. Çox gəlir. Yəni, əgər mən gəlib bugün buradan zərbə alacamsa, heç vaxt mənim bugünkü bura gəlişim alına bilməz. Mümkün deyil. Bu belədir. Özümə qarşı olan, yəni... Negativləri də deyir sənə. Görür, yəni deyir mənə. Bəli. Hətta üzr istəyirəm, övladımdan belə gələn bir acı olsa, bir mənə udar, onu belə qarşısına. Necə gəlir? Belə... Yuxuma gəlir. Məsələn, ən çox yuxuma gəlir və bir də onu hiss edirəm də, necə başa salım mən sizə Samir bəy. Məsələn, o deyir, mən sabah gələndə sənin əlinə stəkan düşüb sınacaq, sən məni hiss eləyə bilmirsən. Amma mən elə eləyəcəm, stəkan sınsın, sən biləsən ki, mən oradayam. Yəni, belə şeylərlə, yəni doğrudan da o baş verir. Və yaxud bir göyərsin girəcək, səri qapınız qoy girsin. Yəni, belə mesajlar ötürür ki, yəni ki, mən də onları yaşaya-yaşaya görürəm ki, bu doğrudan da belədir. O şeirinizi desəz gözəl olar. Havalansınız, dəli olarsınız, yoxsa artıq barışmısınız? Yox, niyə dəli olur? Sən də cəmat qo.
İndi barışmışam, indi rahatam. Bəli, o bir il yarım çox əziyyət çəkdim, həddən artıq. Yəni sonra uje Məsələn, o Mən 8 siz ilə belə qədər ölülərdən qorxmayın, bu dünyada dirilərdən qorxun. O 8 il ərzində, Lətifə xanım, 18 il. 18 il ərzində heç şey olmuş, ümumiyyətlə yadınızdan çıxarda bilmişdiniz də. qətiyyən, ümumiyyətlə Rəşid elə bir insan olub ki, nəinki mən, inanmıram onu tanıyanlar Rəşid unudubdur. Çox mülayim insan olub, çox imanlı insan olub. Xəstəlikdən dünyasını dəyişdi də. Bəli, ürəkdən, infarktdan ürəyin dəyişdi. Neçə yaş var idi? 49. 50 tamam olmamışdı. Bəli, bəli, olmamışdı. Vay, cavan adamıymış. Allah qəniqən rəhmət versin. Ölənə az rəhmətlik. Nur içində yatsın. Çox sağ olun ki, siz də yetəri qədər açıqlama verdiniz. Ruhu da açıq olsun yox, sizə, yox, hər birinizə. Həqiqətən. Reklama ayrılağın, reklamlardan sonra davam edəcəyiz. Tamaşaçılar reklamlar efirimizdə. Bugün damla damla köksüme aktın, çevrilip dünyana bakabilmedin. Gözyaşım yere koynuna aldı, tek senin dünyana bakabilmedim. Bugün damla damla köksüme aktın, çevrilip dünyana bakabilmedim. Gözyaşım yere öz koynuna aldı, tek senin dünyana bakabilmedim. Mecnunluk etmekte cesaret ister, kurbanlık yetmekte meharet ister. Seveni kes Tanrı'da keramet ister, tek senin dünyana akabilmedim. Mecnunluk etmekte cesaret ister, kurbanlık gitmekte meharet ister. Seveni kes Tanrı'da keramet ister, tek senin dünyana bilmedim, 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 tek senin dünyana bilmedim. İllerdi sevgiden uzak bir yer, yer üstte dolaşan cansız diriyem. Bir nakam sevginin sükut diliyem, tek senin dünyana bilmedim. Mecnunluk etmekte cesaret ister, kurbanlık yetmekte meharet ister. Seveni kes Tanrı'da keramet ister, tek senin dünyana bilmedim. Mecnunluk etmekte cesaret ister, kurbanlık gitmekte meharet ister. Seveni kes Tanrı'da keramet ister, tek senin dünyana bilmedim, 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 tek senin dünyana bilmedim.
Neden sevenlerin gözü kör imiş, kulağı duysa da amma kar imiş. Məhəbbət yolları şaxta qar imiş. Tək sənin dünyana axa bilmədi, axa bilmədi. Sen bugün bizi öldürmeyi Çok istiyorsun. teşekkür ederim. Can, Çok- ben bir ana olarak, Çok bir teşekkür güzel şair olarak Minnettarım. ellerinizden öpürüm. Minnettarım Arif Bu Bey. yazan Allah sizi elleriniz korusun. var Çok olsun. Abi klipler var bu mahnıların. Yok. Niye? Çünkü Maliye. bayaq söylüyorum, ben bayaq dediğime gəlib çıxırıq. Bilirsiniz necədir? Klipdən öncə hələ bir bu anın özü bir klip deyilmi? Bu günün özü bir klip deyilmi? Ama Mən sənət düşünürəm, əsərlərdə, tarixdə qalsaydı. İnşallah Allah nəsib Allah özü ederse. nəsib eləsin, Eğer bəlkə də kalbinden geldiyse Allah nəsib Demek, etsin. bəli. Olsun onlarda inşallah. Nə Dorxan? İnşallah. Eşitmirəm. Hə, demək, Orxan, səsin çox zəif gəlir deyə əzizim, sənin tam-tamını eşidə bilmirəm, ona görə çox zəif gəlir. Bilmirəm, özün zəif danışırsan, bilmirəm, nədirsə, axı çox zəif eşidirəm səni. İnşallah ki, buna bir mövzu gerçəkləşəcək. Allah qursa. İnşallah. Elə hiss edirəm. Özünü istediysen orada eli sen de çekey o klipten. Niyə durmur? Niyə də olmasın? Bəli. İnşallah Allah nəsib eder. Sponsorlarımızla bağlı əziz tamaşaçılarımız şifahi məlumatımızın vaxtı da izləyən davam edəcək. Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Agromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Agromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41 ada, Bakı şəhərində 3-cü mikrorayon dairəsində Topdan və Pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Milan VIP Hospitaldan danışmaq istəyirəm. Sizə Milan VIP Hospital bilirsiniz ki, digər klinikalardan nə ilə fərqlənir? Əlbəttə ki, robot test müayinəsi. Dırnaqdan saça qədər robot test müayinəsindən keçməklə xəstəlikləriniz haqqında məlumatlana bilərsiniz. Bundan əlavə Milan VIP Hospitalında cərrahi əməliyyatlar da həyata keçirilir. İstər sığorta ilə, istərsə də belə siz Milan VIP Hospitalına gəlməklə müayinə və müalicələrinizi normal şəkildə həyata keçirdib sağlığınıza qovuşa bilərsiniz. Bölgələrimizdən gələn pasientlərin diqqətinə çatdırmaq istəyirəm ki, bizim stasionar şöbəmiz də fəaliyyətdədir ki, rahat bir şəkildə qidalanmanız təmin olunmaqla klinikamızda yatış edib tam şəkildə sağlığınızı bərpa eləyə bilərsiniz. Təşəkkürlər Milan VIP Hospitalına. Yəni, olar. Davam edirik əziz tamaşaçılarımız. Biz burada bu diskussiyalarımız gedirik. İnşallah. Yəni, gələn həftədə mən bu şeirimizi lentə alıracam Allahın köməyi ilə. Birin deyin gəlsin Aylət və xanım. Sənin o dərdlərinin qibləsini bilsəm əgər, səni məsud eləyib, bir doyunca gülsəm əgər, qurbanın özüm olub, yollarında özsəm əgər, onda bil, bəxtəvərəm, yaşayıram sənlə hələ, bilmirsən bu yolları, gedəcəksən kimlə hələ. Bəşərin tülküləri, ilanları, ayısı var. Birinin kimsəsi yox, o birinin dayısı var. Qoyunun çox sürüsü, sambalı yox, sayısı var. Çoxların xətm elədin, gözlə bizi, silmə hələ. Bilmirsən bu yolları, gedəcəksən kimlə hələ. Dərmanın çoxsa əgər imdad elə yoldaşına, nələri nəql elədim daxil elə yaddaşına,
İlhamın tanrı payı, azca əyil soydaşına, bəzi eşq gizli olar. Bilməyirsən bilmə hələ, bilmirsən bu yolları, gedəcəksən kimlə hələ. Hər kəsin bir yolu var, haqqa gedən birdə axı. Çoxunun taleyi var, mən yaşayan sirdə axı. Çiynimdə duz yüküdür, demə Rəşid Kürdü axı. Səni səndən alacaq bir sehirli cümlə hələ. Bilmirsən bu yolları, gedəcəksən kimlə hələ. Lətfə könlünü mən şairliklə fəhd elədim. O cahan gözlərini oxumağa cəhd elədim. Bu görüş ali görüş. Bu görüş ali görüş. Görünməyi əhd elədim. Şeytanın sazişi var. Dolanırlar cinlə hələ. Bilmirsən bu yolları, gedəcəksən kimlə hələ. Bilmirsən bu yolları, gedəcəksən kimlə hələ. Maşallah olsun. Maşallah gününüz olsun. Şeytanın sazişi var. Dolanırlar cinlə hələ. Dolanırlar cinlə hələ. Əslində bir cümlə var orada. Bu görüş ali görüş, görünməyə əhd elədim deyəndə nəyi nəzərdə tutursunuz sizcə? O qardaşına olan görüşü. O vurğulayır ki, məni hiss edirsən, məni görəsən də sən. Bu görüş ali görüş, görünməyi əhd elədim. Yəni, əslində bu cümlələr ondan gələn sözlərdir. Bu görüş ali görüş. Bəli. Allah nəsib etsin. Onu da yaşayayım. Bu möcüzələri də yaşayaq. Bəli. Həqiqətən möcüzələri yaşayaq. Orxan, nə qədər vaxtımız qalıb əzizim? Hə? Samir, bir təbrik gəldi yadıma. Təbrik, hə. İstəyirəm deyim onu. Nəsib olsa sonda elə mahnımızı da oxuyacaq. Bizi buradan çox gözəl, çox dəyərli insanlar izləyirlər. Hər birinə salamlar olsun. Mən bilməzdim ki, inanın Allaha. Sənin verişin çox baxımlıdır. Bunu Kimlərdir, kimlərdir? Hamısı səni salamlayırlar. Burada mənim çox dəyərli bir gözəl heyranım var. Təmsili xanım, onun da balasının, nəvəsinin bir yaşı olub. Onun da adı ilə təmsil edir. Səni təbrik edirlər. Sənə Çox salam sağ olsunlar. göndərirlər. Qızım Zəhra. Ondan sonra... Zəhra qızın böyüyü. Oy, 12 yaşı var. Deyir, daha məni verişləri aparma. Deyirəm, niyə? Əvvəl axı oxuyurdu, bilirsiniz. İnşallah indi tərcüməçiliyə hazırlaşır. Yəni, bir dəfə gəlib burada, bir dəfə qonaq olacaq, söz verirəm sənə. Abi 12 yaşı var, hə? 12 yaşı Niyə oldu, qardaşı da yoxdur? İnşallah Allah nəsib etsin bütün arzularımıza yetək. Allah bütün balaları qorusun. Amin, amin. Siz bilirsiniz də, nəğmələr də mənim bir övladım qədər mənə əzizdir. Mənim bu həyatda xoşbəxtəm ona görə ki, məndən sonra mənim nəğmələrimi yaşadacaq övladım var, ailəm var. Allah can Dünya sağ olsun. gəlibdir, Bu söz gedimlidir. çox vuruladı. Allah gecindən versin. siz Amma Arif, çox o günləri xoşbəxtəm bizim o baxımda. əməkdaşlarımızdan kim, Emil deyirdi, deyirsən çəkilişdə o var sizdə. Bəli, bəli. Deyirlər, o qədər Çəkilişlər. gözəl ailəsi var, Bəli, deyir bəli. Arifin. İnşallah. Deyir, o qədər gözəl ailəsi Bəli, var, tanışım Arifi çox ailəsindən istəyən. salamlayırıq buradan. Həqiqətən gözəl ailəsi İnsanın var. həyat yoldaşının doğrudan da həyat yoldaşı yox, həyat yoldaşı. yoldaşı olmağa çox böyük ehtiyac var. Olursansa həyat yoldaşı ol. Bəli. Həyat yoldaşı olma. Bilirsiniz də, yaradıcı insanların da həyat yoldaşı olmaq çox çətindir. Lətifə xanım buradaykən deyim, onun təqdimatlarının birində mən dedim ki, həyat yoldaşını gördüm, arxa sıralarda oturmuşdu. Mən Samir ona baxdım diqqətlə. Reaksiya mənə çox maraqlıdır. Kitab təqdimatında. Bəli. Və mən dedim ki, ilahi, hər kəsə belə bir həyat yoldaşı nəsib et, yaradacaq. Çünki bilirsiniz, Şəfiqə xanım Axundovanın ailə həyatı niyə dağılmışdı? Onun həyat yoldaşı gəlib görürdü ki, yemək hazır deyil, öz dilindən eşitdiyimi deyirəm. Heç bir şey hazır deyil. Bir əlində qələm, bir əlində dəftər, yazır, pozur, yazır və dönüb deyib ki, Şəfiqə 72-ci ildə Gəlin Qayasını operasını yazırdı da. Deyib ki, bəs yemək hazır deyil. O deyir ki, bizim həyatımız deyəsən dağılacaq. Yəni,
O da deyib ki, deyir mən inanın ki o sözləri eşidə bilmirdim. Çünki yaradıcılıqdaydı axı. Bir də görüb ki, həyatdaşı bütün çamadanla falanla yığıb çıx gedib. Çünki ikisini də bir arada daşımaq çətin bir şey. Amma bizlərdə belə olmadığı üçün deyirəm, yəni ailəmiz bizə dəstəkdir, onu demək istəyirəm. Ailələrimizə də dəstək olmaq lazımdır, həyat yoldaşları, oradan da həyat yoldaşı olun. Biz yekunlaşırıq, sabahları eyni saatda, eyni vaxtda yenə evlərinizdə qonaq olacaq. Mən Arifin ifası ilə yekunlaşıram. Arif, buyur əzizim. Ad günün mübarək balam təmsilə, nənəsinin ürəyi canım təmsilə. Ad günün mübarək balam təmsilə, nənəsinin adaşı canım təmsilə. Sen dünyaya gelende sevindi bütün alem, adına kurban olum canım temsile. Anasının arzusu, atasının yüreğiydi, nenesinin adaşıdı canım temsile. O gün olsun bu balam, büyüyüp gelin olsun, Allah'tan arzumdu benim temsile. O gün olsun bu balam, büyüyüp gelin olsun, Allah'tan arzumdu benim temsile. Ad günün mübarek balam temsile, nenesinin yüreği canım temsile. Ad günün mübarek balam temsile, nenesinin adaşı canım temsile. Nenesinin yüreğiydi, nenesinin adaştı, benim şirin güzel balam temsile. Nenesinin yüreğiydi, nenesinin adaşıdı, ne şirin ne güzeldi gecel temsile. O gün olsun bu balam, büyük gelin olsun, ömür yolları hoşbəxt olsun. O gün olsun bu balam, büyük nene olsun, onun ömrü de görüm hoşbəxt olsun. Ad günün mübarek balam temsile, nenesinin yüreği canım temsile.